Avropoid irqinə aid insanın Mongoloid irqinə aid insanla nicahından döllü nəsil alına bilərmi? Deməli, burada veribdir Avropoid irqinə mənsubdur. Bir də ki, Mongoloid irqinə mənsubdur. Biz bilirik ki, irqçilik adlanan bir nəzəriyyə vardır. Yəni irqçilik bu yanlış bir fikirdir. İrqşünaslıq adlanan elm sahəmiz vardır. İrqlər bir-birindən yalnız belə deyək ki, zahiri görünüşlə fərqlənirlər. Morfoloji xüsusiyyətlərinə görə də fərqlənirlər. Fərqləri birləşdirən əsas əlamət, canlıları birləşdirən əsas əlamət, eyni növə mənsub olduğunu bildirən əsas əlamət onların çoxalmasıdır. Təbiidir ki, bunlar da eyni növə aid olduğu üçün müxtəlif irqlərin mənsubu olsalar da, bunlar belə deyək ki, nicahdan yeni döllü nəsil alına bilər. Alına bilər cavabı 1, alına bilər cavabı 2. Çünki eyni növə aiddirlər. Yəni eyni növə aid olduğunu sübut eləmək üçün heyvanları da bir-biri ilə çarpazlaşdırıb görürük ki, əgər döllü nəsil verirsə, eyni növə aid olduğunu deyə bilərik. İnsanın da nicahından bunu əldə etmək mümkündür. Ona görə də düzgün cavabımız alına bilər, çünki eyni növə aiddirlər.